Uşaqlar, bu məsələ barədə düşünün. Aşağıda adları göstərilən əsərlərdən ikisinə görə Azərbaycanın böyük şairi Dövlət Təhlükəsizlik Orqanı Novostatana Rusca KGB. Buyurun, sən yox, sən çox danışırsan. İlqar, sən hiç danışmadın, Latın dili Gülüstan. Latın dili Gülüstan, əyləş. Başqa bir əsərdə var, yoxsa bulardır? Tamam. Latın dili Gülüstan. Gülüstan nə vaxt yazılır? Tural? 1959'da. Etiraz olan yok ki. Yok. Bəs harada çap olunub bu əsər? Şəkidə qəzetdə. Aşağıda adları göstərən şairlərdən ikisi keçən əsrin sonlarında, yəni 90-cı hadisələrdə, biz deyirik 1988-90-cı illər meydan hadisələri. Xalqla bərabər meydanda yatırdı, onunla bərabər qalxırdı. Kim idi bu şairlər? Bu suallar bizim komandadan Zevgar'da var. Yaxşı, diqqətli görün. Bəxtiyar Vahabzadə və Xəlil Rıza Ulutürk. Evet. Xəlil Rıza Ulutürk, Bəxtiyar Vahabzadə. İnşallah, mən bura bir adamın adını əlavə edirəm. Sabir Sultanxanlı da var idi. Sabir Sultanxanlı da adını deməmək valla qəbahət olar. Doğrudur. Bəxtiyar Vahabzadə, Xəlil Rıza Ulutürk. Bəxtiyar Vahabzadə, Xəlil Rıza Ulutürk. Bu iki şair gecə gündüz bu xalqla bərabər o meydanlarda qaldı, soyuqda. Xəlil Rıza Ulutürkün bir nisbili var idi. Azərbaycana elə bir şey verdi ki o. Nə verdi Azərbaycana? De görmə, ilkənə. Oğlu Təbriz. Təbriz kimi bir oğlu Azərbaycana qurban verir. Xəlil Rıza Ulutürkün bu sinifimizdə şeirini bilən var mı? Kim bilir? De görüm. Hardan gəlir bu səs sana, bəlkə illər arxasında, dalər sana gəlir dana. Dörd qulacıq bir büyüyü, bənd eləmiş kırk yaşada, dalər sana gəlir dana. Lalə yaxır çocuk, gələndikcə kiçik büyüdük, gedib deyir bu ulduzdan, nə ulduzdan, lalə yaxır çocuk baxır, bəs nə üçün? Kifayətdir, çox sağ olun. Əgər uşaq, doğulan uşaq, ana layləsi eşitməzsə, ana layləsi ilə yatıb oyanmazsa, onda nə ana sevgisi olar, nə vətən sevgisi olar, nə el qeyrəti çəkər. Burada verilən dillər var, müasir dillər. Bu müasir dillər Oğuz qrupuna daxildir. Bir dil artıq da o qrupa daxil deyil. Hansıdır? Tatar dili. Başqa fikir olan var mı? Bəlkə başqa bir dil düşünürsünüz. Tatar dili. Yoxlayaq. Doğru. Latın dili şeirində şair hansı iki dili qarşılaşdırır? Söhbət iki dildən gelir. Hansı iki dili qarşılaşdırır? Baxınlar, görmürəm mən. Sən niyə cavab vermirsən, Kazımov? Hansı dildir? Latın dili ilə hansı dili qarşılaşdırır? Azərbaycan dili. Əyləş, başqa fikir olan var mı? Aysan? Latın dili Azərbaycan dili. Latın dili Azərbaycan dili. Bunu da düz tapdınız. Sağ olun. Mən azadam. Müstəqiləm sözlərini özünə deməyə də ixtiyar yoxsa əgər de kimsən azaddır, bəhs danışdığımız sualın davamıdır bu. Yəni, mən müstəqiləm deyirsən, amma müstəqil adam kimi danışanmırsan. Söhbət hansı millət nümayəndəsindən gedir? Sən hansı səsini işlədin? Söhbət hansı millətdən gedir? Bəxtiyar, hansı millətin nümayəndəsini deyir? Azərbaycan millətinin, Azərbaycan xalqı yox. Burada müxtəlif xalqlar yaşayır. Erməni də var Azərbaycanda, Gürcü də var, Rus da var, Tatar da var. Amma bir millət kimi söhbət Azərbaycan millətindən gedir. Yoxlayaq. Yanlışdır. Azərbaycan haradaydı? Şair əsərdə həkimlərin, alimlərin, loğmanların dildə bayaq dedik. Hansını nəzər tuturduq? Yoxlayaq bir də. Doğrudur, keçirik başqa bir məsələyə. Şairin 20 yanvar qırğınına həsr edilmiş bir əsəri var. Sən də Elnur, hansı əsərdir o? Şəhid məzarları. Əyləş, başqa?
Şəhidlər. Səndə? Şəhidlər. Şəhidlər. Başqa variant olan varmı? Şəhidlər 2 nəfər dedi, bir dənə şəhid məzarları. Başqa variantınız varmı? Bizdə də şəhidlər. Buyur. Şəhidlərlə razılaşdın sən də, elə. Başqa variantınız yoxsa yoxlayaq. Düzgün cavab. Bu səs nəyin səsiydi? Pulemyotun. O səs insanı vahimiyə salan pulemyotun səsiydi. İndi isə bu pulemyotun səsindən sonra siz illər, hər il 20 yanvar il dönümündə televizorda bunları görürsünüz. Azərbaycanın başına gələn bu fəlakəti heç vaxt unutmayın. Həmişə ayıq sayıq olun. Hər an başınıza gələ bilər bu. Latın dili şeiri bugün bizə lazımdır ki, o şeiri öyrənək. Ana dilimizin tayı ilə bağlı şair narahatdır. Şeirdə istəyirik bunu. Bu narahatlığa əsas var mı? Düşüncələrinizi yazın qısa, 4-5 cümlə şəklində. Eşittiğiniz musiki dünya şöhretli Beethoven'in Ay Sonatası'ndan indi. Buyurun fikrinizi eşleyin. Buyur kızım. Azərbaycan Respublikası Konstitusiyası 20-ci maddəsinə əsasən hər cür danışıq, sözləşmələr Sən bırakması yollar. Danışıklar, müqavilələr, sözləşmələr, bütün nitqlər bu dildə aparılır. Milli Məclisimizin yüksək kürsüsündən danışan bütün millət vəkilləri bu dildə danışır. Canımız qalmasına əldə etdiyimiz müstəqilliyimiz hər şeydən önəmlidir. Dilimiz də bu müstəqilliyin bir simvoludur. Məncə şairin bizim dilimizin dərəcəyi ilə bağlı narahatlığına ehtiyac yoxdur. Çünki o sizin kimi millətini, dilini sevən vətəndaşların əlində. Lap yaxşı. Başqa fikir olan var mı? Buyur qızım. Bəzən üzərlə vətəndaşlarımız dilimizdə nalayiq sözlər, yəni barbarizmlər işlənir. Nalayiq deməyək, dilimizə yad sözlər deyək. Nalayiq başqa şey. Barbarizmlər və sözlər təhrif olunur. Bəzən də biz bunlara qarşı əlbir etmalıyıq ki, Sən özün küçədə gəzəndə, metroda bir şeylə rastlaşırsan, ya televizorun özündə rastlaşırsan. Reklam edirlər, sözlər səhv yazırlar, yersiz rus sözləri yazırlar ora. Hətta bizim diktorlarımızın özləri indi müxtəlif verişlər aparırlar, dilimizi korlamağa çalışırlar. Biz buna qarşı əlbir olmalıyıq. Əyləş, başqa fikir olan? Buyur. Məncə şairin narahatlığına əsas var, çünki bizim hələ də düşünmələrimiz var. Doğrudur, əyləş. Mən hamınızla razıyam. Şair narahat olmasın, çünki sizin kimi onun varisləri var. Bu dili siz yaşadacaqsınız, biz yaşadacağıq. Bizdən sonrakılar yaşadacaq. Həm də narahat olmağa əsas var, çünki hamı bizi kimi düşünmür. Elə insanlarımız var ki, Azərbaycanlıyam deyir, Azərbaycan danışmağı bu gün də özünü ar bilir. Ar olsun el adamların özlərinə. Necə ki, Bəxtiyar deyir. Xoşbəxtəm ki, ana vətənim var, ana dilim var mövzusunda bir inşa yazısı yazacaqsınız evdə. Bu inşanın şərti olaraq mən planını burada vermişəm. Bu planı siz